Şirvan şəhəridir və qarşıda görünən o hündür bina 1992-ci ilin şəhidi Məftun Osmanovun adını daşıyan 20 nömrəli tam orta məktəbdir. Və o məktəbin çox yaxınlığında olan belə bir burada kol-kosların burada olması, antisanitar vəziyyətin burada olması belə bir çirkab vəziyyət yaradıb, hal-hazırda göz qabağındadır. Bu çirkablığı burada yaradan Mənzil Kommunal İdarəsinin işçiləri, təmizlik işinə baxan işçiləri tərəfindən yaradılır. Təmizlik işləri görülərkən gətirib bura zibilləri tökürlər və burada da həmən zibillikləri yandırırlar şəhərin mərkəzində və insanların yaşayış tərzlərinə o yanğının tüstüsü fəsadlar törədir, mənzillərə gedir, daxil olur, evində xəstəsi olan, az yaşlı körpə balaları olan var. Və burada hal-hazırda göz qabağındadır antisanitar vəziyyət və o yarımçılıq tiklinin orada olmasından istifadə edərək natəmizlik orada baş alıb gedir və yaxınlıqda olan elit ticarət mərkəzi, yəni bazar. Bazarın daxilində alverçilər üçün hər bir şərait var. Yəni o alverçilər gedib orada öz təmizliklərini tapmırlar. Nədir ki, pul verəcəklər. Pul verməməyin dərdindən bazarın alverçiləri gəlirlər, bax burada çox böyük bir natəmizlik yaradıblar. Mən qabağa çəkiliş edə bilmirəm, gedə bilmirəm. Yəni insan psixologiyasına pis təsir eləyir oranın görkəmi. Natəmizlik orada baş alıb gedir. Bazarın alverçiləri orada çox pis vəziyyət, çirkablıq yaradıblar. Yəni hal-hazırda kameradan da görünür, çəkilişdən də görünür. Yəni dövlət qurumları, adiyyatı qurumlar görəcəklər inşallah və bu antisanitar vəziyyətin buradan yığışdırılması üçün, burada təmizliyin bərpa olunması üçün öz köməkliklərini əsirgəlməyəcəklər. Və bu zibilliklər buradan yığışdırılandan sonra burada yama var, yama. O yamaya bir 5-6 maşın torpaq töküb, o yamanı doldurmaq və bu zibilliyin bura tökülməsinin qarşısı alına bilər. Və bura nəzarətsizdir. Nəzarətsiz olduğuna görə də, yəni ki, Mənzil Kommunal İdarəsinin işçiləri tərəfindən belə bir natəmizlik burada baş alıb gedir. Və demək olar ki, türyan sürür. Bax belə. Şirvan şəhəri bu problemi işıqlandırdı. İnkişafa dəstək 2023 İctimai Nəzarət Cəmiyyəti.